Salam hər kəsə. Bugünkü mövzumuz buxarlanma və rütubətli olacaq. Əvvəlcə buxarlanma hissəsinə baxaq. Baxın, buxarlanma adından da göründüyü kimi suyun maye haldan buxar halına keçməsidir. Siz bunu gündəlik həyatda da görürsüz. Məsələn, çaydanı qoyuruq qazın üzərinə, qaynadıqda nə baş verir? Su maye haldan buxar halına, yəni qaz halına çevrilir. Bu da adlanır buxarlanma. Digər bir anlayışımız isə kondensasiya anlayışıdır. Kondensasiya buxarlanmanın əksidir. Yəni su burada qaz halından yenidən çevrilir maye halına. Deməli, suyun qaz halından maye halına keçməsi prosesi adlanır kondensasiya. Daha sonra sublimasiya nədir? Sublimasiya isə suyun maye halına keçmədən birbaşa bərk hala keçməsidir. Yəni doludur, qardır, buzdur, bunların yaranma prosesidir. Bu isə adlanır sublimasiya. Deməli, kondensasiya və sublimasiya nəticəsində duman və bulud yaranır. Baxın, duman və bulud əslində eyni şeydir. Sadəcə duman daha yer səthinə yaxın olur, bulud isə daha yüksəkdə olur. Yəni siz əslində dumanı havada yol yeridikdə bir növ buludun içərisində yerimiş olursunuz. Deməli, kondensasiyanı bir də deyək. Kondensasiya suyun qaz halından yenidən maye halına keçməsi prosesidir. Sonra baxaq görək buxarlanmaya təsir eləyən əsas əlamətlər nədir? Buxarlanma təbii ki, ən əsas temperaturdan və sudan asılıdır. Həmçinin küləyin sürəti də, havanın rütubəti də buna təsir eləyir. Buxarlanma ən çox hansı ərazilərdə olar? Həm temperatur çox olsun, həm də su çox olsun. Yəni tropiklərin okean səthlərində. Tropikin okean səthi ərazilərində, deməli, buxarlanma da çox olacaq. Çünki həm temperatur yüksəkdir, həm də okean su var, yəni. Ona görə də buxarlanma ən çox okeanların tropik hissələrində olur. Buxarlanma ən az harda olar? Yenə tropiklərdə, amma səhralarda. Çünki temperatur çoxdur, amma buxarlanacaq bir su yoxdur. Ona görə də səhralarda, yəni tropikin səhralarında buxarlanma çox azdır. Həmçinin buxarlanma qütbəni ərazilərdə də azdır. Buna səbəb isə həmin ərazilərdə temperaturun aşağı olmasıdır. Yəni temperatur aşağı olduğuna görə həmin ərazidə su buxarlana bilmir. Həm də onu da qeyd etmək lazımdır ki, quru səthindən buxarlanan suyun miqdarı həmin əraziyə düşən yağıntıdan daha çox ola bilməz. Baxın, qütbətərəfi ərazilərdə nə yağıntı çox düşmür, nə də buxarlanma çox deyil. Ona görə də yəni buxarlama qabiliyyəti çox deyil. Nəticə etibarilə burada buxarlanma az olur. Bir də baxaq buxarlanma qabiliyyəti və mümkün buxarlanma anlayışlarının izahına. Baxın, mümkün buxarlanma ilə buxarlanma qabiliyyəti eyni şeydir. Bəzən testdə uşaq görür mümkün buxarlanmanı və bilmir bu nədir. Mümkün buxarlanma və buxarlanma qabiliyyəti eyni ifadələrdir. Baxın, mümkün buxarlanma qabiliyyəti yazmışam ki, daha yadda qalan olsun. Mümkün buxarlanma qabiliyyəti harda yüksək olar? Təbii ki də temperaturun çox olduğu yerlərdə havanın buxarlandırma qabiliyyəti daha çox olacaq da, düzdürmü? Deməli, tropikin yenə səhralarında. Baxın, bu tropik səhralarda temperatur yüksək olduğuna görə buxarlanma qabiliyyəti çoxdur. Yəni mümkün buxarlanma çoxdur. Əslində qalsa burada çoxlu buxarlanma ola bilərdi. Amma niyə yoxdur? Çünki burada su yoxdur. Deməli, səhralarda buxarlanma qabiliyyəti, mümkün buxarlanma yüksəkdir, amma buxarlanma çox azdır. Səbəb temperaturun yüksək olması, amma suyun olmamasıdır. Bəs mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti harda az olar? Təbii ki də temperaturun daha aşağı olduğu yerlərdə, yəni qütb ətrafı ərazilərdə. Bu hissələrdə mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti çox aşağıdır. Çünki temperatur aşağıdır. Sonra burada baxın mümkün buxarlanmanın miqdarı verilib millimetrlə. Məsələn, ekvator və ərazilərdə mümkün buxarlanma, yəni buxarlama qabiliyyətinin miqdarı 1500 millimetrdir. Tropiklərdə 2000 millimetr, bəzi yerlərində, hətta baxın bax bu hissələrdə 2500 millimetrdən daha çoxdur. Nəyə görə tropiklərdə daha çoxdur? Çünki radiasiya dərsindən keçmişdik. Burada düz radiasiyadır, buludluq azdır, temperatur daha yüksək olur. Ona görə də tropiklərdə təbii ki də buxarlanma qabiliyyəti daha böyükdür. Qabiliyyət daha çoxdur, amma buxarlanma azdır. Çünki su yoxdur buxarlansın. Daha sonra mülayimlərdə 500-800 millimetrdir və qütblərdə isə 100 millimetr və ondan daha azdır buxarlanma qabiliyyəti. Buxarlanma və buxarlama qabiliyyəti bizə ərazinin quraqlıq dərəcəsi haqqında əslində məlumat verir. Məsələn, səhralarda quraqlıq dərəcəsi çox böyükdür. Çünki quraqlıq çoxdur. Nəyə görə? Çünki buxarlama qabiliyyəti yüksəkdir, amma buxarlanma çox azdır. Ona görə. Bəs rütubətlənmə əmsalı nədir? Rütubətlənmə əmsalı bir əraziyə düşən illik yağıntının həmin ərazidə olan mümkün buxarlanmaya, yəni buxarlama qabiliyyətinə olan nisbətidir.
Buna aid bir məsələ qoymuşam. Bu da dekabrın 7-sində güvənin keçirtdiyi sınaqda var idi. Mümkün buxarlanma deyir 9 millimetrdir, yağıntı isə 1170 millimetrdirsə, əmsal nə qədər olar? Rütubətləmə əmsalı nəyə bərabərdir? Yağıntını bölürəm buxarlanma qabiliyyətinə. İndi mənim yağıntım nə qədərdir? 1170 millimetr. Buxarlanmam nə qədərdir? 9 millimetr. 1170-i bölürəm 9 ilə, bu da eləyir 1,3. Ola bilərdi ki, mənə bura rütubətləmə əmsalını verərdi 1,3 deyə. Yağıntını verməzdi. Bu da adi riyazi əməllərdir. Burada məsələn yağıntını tapmaq üçün nə edirəm? Rütubətlənmə əmsalını vururam buxarlama qabiliyyətinə. Buxarlanmanı istəsəydim nə edəcəkdim? Yağıntını böləcəkdim rütubətlənmə əmsalını. Yəni testlərdə bunun fərqli-fərqli variantlarını görəcəksiniz. Əgər bu əmsal 0,5-dən kiçikdirsə, bu o deməkdir ki, burada arid iqlimdir və yəni burada fiziki aşınma güclüdür, səhralara daha çox uyğun gəlir, düz radiasiyaya daha çoxdur burada. Əmsal əgər 0,5-dən bərabər və ona böyük olarsa və 1-dən kiçik olarsa, bu isə normal iqlim şəraitidir, meşələr formalaşır. Əmsal 1-dən böyükdürsə, artıq orada humid iqlim, yəni rütubətli iqlimdir və səpələnən radiasiyadır, sıx cəngəlliklər, meşəliklər yarana bilər və kimyəvi aşınma üstün olacaq. Bu bizim oldu rütubətli əmsalı və buxarlanma ilə bağlı hissəmiz. İndi keçək havanın rütubətinə. Havanın rütubəti təbii ki, onun əsas elementlərindən biridir və temperaturdan asılıdır. Baxın, havanın temperaturu ilə rütubət arasındakı fərqə baxaq. Yuxarıda deməli temperaturu verib, aşağıda isə həmin temperaturda 1 kub metr havada ola biləcək maksimum su buxarının miqdarını verib. Məsələn, -20 dərəcə Selsidə 1 qram ola bilər, -10 dərəcə Selsidə 2,5 qram, 0-da 5, 10-da 9, 20-də 17, 30-da 30 qram ola bilər. Yəni bunu adətən testlərdə verirlər. Əzbərləsəz daha yaxşı olar. Amma adətən testlərdə kənar hissədə bunu verirlər ki, bu qədər temperaturda nə qədər su buxarı ola bilər. İndi baxaq doymuş hava və doymamış hava nədir? Əgər müəyyən temperatur, məsələn 10 dərəcə Selsi havada, temperaturda 1 kub metr havanın tərkibində 9 qram su buxarı varsa, bu hava doymuş havadır. Yəni maksimum saxlaya biləcəyi su buxarı 9 qramdır və bu var. Deməli bu artıq doymuş havadır. Yox, əgər 1 kub metr havada, məsələn müəyyən temperatur 20 dərəcə Selsi temperatur olsun, 1 kub metr havada havanın saxlaya biləcəyi su buxarından daha az su buxarı varsa, məsələn 20 dərəcədə 17 qram olmalı idi da, düzdür? Yəni doyma həddi bunun maksimum saxlaya biləcəyi su miqdarı 17 qram idi. Amma 8 qram varsa, deməli bu doymamış havadır. Daha sonra baxaq mütləq rütubət və nisbi rütubət nə deməkdir? Mütləq rütubətlik müəyyən temperaturda, məsələn 0 dərəcə Selsi temperaturda 1 kub metr havanın tərkibində əgər 3 qram su buxarı varsa, bu onun faktiki rütubətidir, mütləq rütubətlilikdir. Deməli 3 qram bu hava üçün 1 kub metr havanın faktiki rütubətidir, yəni mütləq rütubətidir. Bəs nisbi rütubət nədir? Nisbi rütubət isə müəyyən temperaturda, məsələn 0 dərəcə Selsi temperaturda havada olan faktiki rütubətin, məsələn bu 3 dərəcə Selsi temperaturun havanın doyması üçün lazım olan su buxarına nisbətinə nisbi rütubət deyilir. Yəni nisbi rütubət nədir? Faktiki rütubətin, yəni mütləq rütubətin həmin havanın saxlaya biləcəyi maksimum su buxarına olan nisbətinə deyilir və faizlə ölçülür nisbi rütubət. Məsələn, 30 dərəcə Selsi havada 30 qram olsaydı bu doyma həddinə çatmış hava olardı, doymuş hava olardı. Əgər bu su buxarlarından daha çox olarsa, artıq yağıntı düşəcək deməkdir. Məsələn, 30 dərəcə Selsi havada 30 qram su buxarı olmalıdır ki, yağış yağsın. Yayda fikir verirsiniz, yağıntı daha az düşür. Nəyə görə? Çünki hava isti olur, genişlənir, daha çox su buxarı saxlaya bilir və doyması üçün daha çox su buxarı lazım olur. Ona görə də həmin o su buxarı ilə hava doya bilmədiyinə görə yağış yağmır. Daha sonra, deməli, mütləq rütubət oldu, müəyyən temperaturda 1 kub metr havanın tərkibində olan suyun qramla miqdarı. Məsələn, 0 dərəcə Selsidə 3 qram var, 4 qram var. Neçə qram varsa, bu onun faktiki rütubətidir. Nisbi rütubət isə həmin o faktiki rütubətin həmin havada 1 kub metr havanın doyması üçün lazım olan su buxarına nisbətinə deyilir. Deməli, nisbi rütubət müəyyən temperaturda olan faktiki rütubətin həmin havanın doyması üçün lazım olan rütubətə, yəni qram